Vaxtınız xeyir olsun. Xoş gördük hər biriniz növbəti video dərsimizdə. Bugün 1-ci sinif şagirdləri ilə birlikdə test işləyirik. Gəlin vaxt itirmədən keçək sualların izahına. Saitlər olan cərgəni seçin. Sait səslərimiz hansılar idi dostlar? A, I, O, U, E, Ə, İ, Ö və Ü səsləri. İndi axtarıq saitlər olan cərgəni, təbii ki olacaq B variantı. Deyə bilərsiniz, mənim burada U səsi var, C-sı da var. Ona görə olmaz. Biri ad bildirən sözdür. Ad bildirən sözlər kim, nə, hara suallarından birinə cavab verir. Tural gözəl oxuyur. Gözəl, necə gözəl oxuyur? Nəyidir oxuyur? Tural, kim? Tural. Necə dedik? Dedik, ad bildirən sözlər kim, nə, hara suallarından birinə cavab verir. Hansı cümlədə hərəkət bildirən söz yoxdur? Bakı gözəldir. Baxın dostlar, burada hərəkəti ifadə edən söz yoxdur. Mən kitab oxudum. Oxumaq hərəkət bildirir. Onlar sinifə daxil oldular. Daxil olmaq hərəkətdir. Ona görə cavabımız olacaq A variantı. Hansı söz həmişə böyük hərflə yazılan yer adıdır? Həmişə böyük hərflə. Kənd, ölkə, Quba. Dostlar, kənddə, ölkədə, Qubada yer adı anlayışı bildirir. Amma biz kənd dediyimiz zaman bilmirik ki, hansı kənddən söhbət gedir və yaxud ölkə. Ölkələr çoxdur. Biraz daha dəqiqləşirsə, amma Quba deyəndə artıq biz bilirik ki, söhbət hardan gedir. Məhz Quba şəhərindən gedir. Ona görə də Quba sözü həmişə böyük hərflə yazılan yer adıdır. Hansı söz hecaya düzgün ayrılıb? Gəlin baxaq. İpəkçi. Baxın, ipəkçi sözü hecaya düzgün ayrılıb dostlar. Xeyr, baxın, burada düzgün ayrılmayıb. İpəkçilik. Kərtənkələ düzgün ayrılıb. Yazıçı şəklində olmalıydı. Düzgün ayrılan B variantı olacaq. Əlifbanın 16-cı hərfi hansıdır? Müəllim, mən hərflərin sırasını bilmirəm. Hərflərin sırasını bilməsək belə dostlar, A birinci hərfdir, ola bilməz. A, B, C, C, D. Baxın, 16 ola bilməz, amma Ç hərfi ola bilər. Yəni, məntiqdən də bunun cavabını tapa bilərsiniz. Necə söz səhv yazılıb? Qəşəng, bayraq, çanaq, bənövşə. Dostlar, qəşəng sözünün axırında C hərfi olmalıdır. Bayraq düzgünü, çanaq sözünün axırı Q hərfi ilə bitir. Bənövşə sözündə bənövşə, yerini düz yazmadım, şəklində olmalıdır. Yəni, 3 sözümüz səhv yazılıb. Verilmiş suala cavab verən söz hansıdır? Baxaq, nəyidir? Yazacaq demək olar, xeyr. Yazacaq sözün sualı belə ki, nə edəcək yazacaq. Nə etdi? Getdi. Nə edir? Oxuyur, hal-hazırda, indiki zamanda oxuyur. Hansı söz həmişə böyük hərflə yazılır? Meşə, məktəb, Araz. Təbii ki, Araz, çünki Araz çay adıdır və insan adı kimi işlənir və həmişə böyük hərflə yazılır. Hansı uyğunluq yaxın mənalı söz cütü deyil? Yaxşı, pis, əks mənalı dostlar. Yaxın mənalı söz cütü deyil. Qoca, yaşlı, yaxınlı, gözəl, qəşəng, yaxın mənalıdır. Hansı cümlədə əlamət bildirən söz yoxdur? Mən qırmızı don geyindim. Buradakı qırmızı sözü dostlar əlamət bildirir. Şəhərdə hündür binalar var. Hündür sözü əlamət bildirir. Necə hündür? Necə qırmızı? Əli dərs oxu. Burada isə heç bir əlamət bildirən söz yoxdur. Hansı cümlənin sonunda sual işarəsi qoyulmalıdır? Durğu işarələri buraxılmışdır. Sən haraya gedirsən? Sual. Həyətdə çoxlu güllər var. Nöqtə. Müəllim hekayə oxudu. Nöqtə. Sən haraya gedirsən? Sual cümləsidir. Sonunda sual işarəsi qoyulmalıdır. Verilmiş sözdə əks mənalı söz hansıdır? Böyük, hündür, böyük, kiçik, böyük, iri. Böyük, kiçik bir-biri ilə əks məna ifadə edir. Neçə nömrəli sözlər hərəkət bildirir? Sayır. Nə edir? Sayır. Baxdı. Nə etdi? Baxdı. Pəncərə. Nə? Pəncərə. Maraqlı. Necə? Maraqlı. Pəncərə sözü ad bildirir. Maraqlı sözü isə əlamət bildirir. Deməli, hərəkət bildirən sözlərimiz olacaq 1 və 2. Cavab B variantı.